Deməli, biz dünən saat 1-də, günorta saat 1-də Şarjahdan çıxdıq. Bildiyiniz kimi Şarjahda biraz problem yaşamışdıq. Qayıtdıq Şarjaha və saat 1-də oradan çıxdıq. İndi hal-hazırda saat 9-dur. Deməli, bir gün 8 saata biz gəlib çatmışıq. Demək olar ki, İordaniya sərhədinə 500 kilometr, 600 kilometr qalıb İordaniya sərhədinə və indiyə qədər biz 645 dirhəm, yəni 178 dollar yanacağa pul xərcləmişik. Hələ yanacaq indi doldurduq. Yəni biz hələ bu yanacaqla 600-700 kilometrdə əlavə gedə biləcəyik. Yəni İordaniyanın sərhədində orada bir dənə yanacaq doldurma məntəqəsi var. O məntəqədə yenidən dolduracağıq və bizim burada bir baçokumuz var, bidonumuz var. Buna dolduracağıq ki 20 litrdir. İordaniyada benzin bahadır, 1.7 dollardır. İstəyirik ki konkret orada fullayaq maşını və bu bidonu da dolduraq ki İordaniyada biz artıq benzin almağımıza ehtiyac qalmasın. Suriyada isə benzin sadəcə 1 dollardır.